Kemali cemaline salavat edeyelim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttakin. Thumma salatu ve selamu ala Resulillahil emin. A'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehli beytihi tayyibine tahirinel ma'sumin. Siyyama namusu dahr veliyyil asr. Hüccet ibnil Hasan. Accelallahu Teala faracahu şerif. Ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrahli sadri ve yassirli emri. Vahlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmanlarının mehvi, zuhur ve kıyamının teciline salavat hediyeyle. Bəhsimiz İmam Səccad əleyhissalamın Mekarimul Əxlaq duasındaydı. Buyurur İmam Səccad əleyhissalam və abbidni lək və la tufsid ibadəti bil-ucb. Bu bəhsi elədik. Buyurur ki, məni özvə abid qərar ver, özvü mənə məbud qərar ver və ibadətimi ücbün vasitəsilə aradan aparma. Yəni, kömək et mənə, ücbün vasitəsilə mən ibadətimi körləməyim. Ardıcan buyurur, və həbli məaliyəl əxlaq və asimni minəl fəxr. Bundan qabaqki bənddə, bu bənd, bundan sonraki bəzi bəndlər var. İmam Səccad əleyhissalam bir müsbət, bir mənfi keyfiyyəti istəyir Allahdan. Əvvəla Allahdan istəyir bunları. İkincisi bir müsbət, bir mənfi. Filan şeyi ver, filan şeyi etmə. Filan şeyi ver, filan şeyi etmə. Yəni o qarşılıqlar ki var bir-birinin dalıcan gedir, bunu ver, bunu vermə. İstəyir İmam Səccad əleyhissalam o müsbət əməli göstərsin və o əməlin afətini də göstərsin. Əksin deyirsə, onun afətidir. Afət nədir? Afət yaxşı əməli məhv edən şey deyirlər. Məsələn, Əmir əl-Mömininin kitabı var, yığıblar yəni Əmir əl-Mömininin adına. Dürərül Hikəm və Qurərül Hikəm. Dürər və qurər. Hikmətlərin dürri, dürdanəsi və qurri. Bu kitabda məsələn hərflə yığılıb, 28 hərflə. A hərfi ilə yığılanlar var. Orada afət bəhsi var. Məsələn, ağlın afəti. Ağlın afəti yəni ağlı aradan aparan, ağlı zay edən şeylər. İnsan hər iki tərəfi bilməlidir. Bu tərəfi bildinsə, o tərəfi də bilməlisən. Niyə bilməlisən? Çünki mən bilməliyəm ki, mən ibadət edirəmsə, bu ibadətimi nə aradan apara bilər? Gedib başqa yerdə axtararam. Onu ən yaxşısı budur, məsumdan insan öyrənsin. Məsum insana desin ki, yəni məsumun duası ilə, belə deyək, dua eləsin Allaha, həm də məna etibarı ilə. Baxsın ki, İmam Səccad əleyhissalam Allaha ərz edir ki, filan şeyi ver, yəni müsbətdir. Filan şeyi vermə,
qoyma filan şey baş versin. Hansı ki o şey bunu aradan aparacaq. O bunun afətidir. Afətləri bilmək lazımdır. Quranda da Xudavənd Mütəal buyurur: "Fəəlhəməha fucuraha və təqvaha." Biz pislə yaxşını ilham elədik o nəfsə. Yəni nəfsin içində qoyduq. Yəni bu nəfs bilir yaxşı nədir, pis nədir. O ki qarşındadır, pis bir iş görür. Deyirsən o ki, niyə bu pis işi gördün? Deyir, pis deyil. Əslində bilir pisdir. Bəs niyə qəbul eləmir? Çünki o üç ən üstün pis xislət ki var, biri də kibridir, o onu qoymur qəbul eləsin. O onun ücbüdür, üzr istəyirəm, afətidir. Yəni, kibir mane olur haqqı qəbul etməyə. Riya ücbü yox. Riya haqqı qəbul etməməyə mane olmur. Ücb mane olmur. Amma səbəbdir. Niyə görə? Çünki demişdik ki, kibir riyadan doğandır. Riya haqqı qəbul etməyə mane olmur. Amma kökündə mane olmaq var. Çünki kibir riyadan doğub baxı. Kibir riyanın məhsuludur. Deməli, ücb olmasa riya olmaz, riya olmasa kibir olmaz və gəldi elə bir mərhələyə çıxdı ki, haqqı deyirsən qəbul etmir. İnsan indi aradan aparmaq üçün hardan başlasın? Başlasın kibirdən. Aradan apara bilməzsən sən kibri. Başlasın riyadan. Aradan apara bilməzsən. Gərək ücbdən başlayasan. Ücb dərin özüldür. Onu aradan aparsın, avtomatik riyada geçecək və kibir özü də %100 təmizlənəcək. Və onda insan haqqı qəbul edəcək. İmam Səccad əleyhissalam bu fəqərədə buyurur: və həbli məaliyəl əxlaq. Həb, yəni hibə et mənə, hədiyyə et mənə, həbli. Mənə hədiyyə et, məaliyəl əxlaq. Əxlaqın hər növün. Ərəb dilinin qrammatikasına görə burada əxlaq sözü artikllə gəlib. Məaliyə əl-əxlaq. Yəni əliflamla gəlib, artikllə. Artikllə gəldiyinə görə mənası budur ki, bütün növ əxlaqı mənə hədiyyə elə. Əxlaqın bir nöqtəsi belə qalmasın. Yəni, əxlaqın filan şey gəlsin, filan şey gəlməsin, belə etmə. Əxlaqın, məsələn deyirəm, 1000 dənə kök varsa əxlaqda, ayrı-ayrı, İmam Səccad əleyhissalam ərz eləyir Allaha ki, onların hamısını ver. Yerdə qalan bir şey olmasın. O deyirləri Əmir əl-Möminin haqqında. Ki, Əmir əl-Möminin günah etməyibsə, bəs niyə tövbə edir? Var axı dualarında Əmir əl-Möminin ki, ilahi bağışla məni, xəta elədim filan. Bəli, Əmir əl-Möminin Allahın tövbəkara nə verəcəyini bilir. Allah bilir ki, tövbəkar, Əmir əl-Möminin bilir ki, tövbəkar Allahdan nələr alacaq. Çox üstün şeylər var. Elə şeylər var ki, bəlkə başqa bir mərhələdə olan adam onu almayacaq. Amma Allah onu tövbəkara verəcək. İstəyir Əmir əl-Möminin onu da alsın. Ondan da kənar qalmasın. Belə. Məsəl üçün, biraz cılız misal olsa, görürsən ki, bir məclisdir, 100 nəfərlik bir məclisdir. Bir nəfər məclisdə şeir deyir, sonra moizə də eləyir, sonra məclisi də aparır, çay da paylayır, ayaqqabıları da düzəldir, 4-5 dənə iş görür. İndi məclisi aparan da deyir ki, məclisdə xidmət edənlər var, salavat deyin, ona aiddir. Sonra çay paylayanlar var, salavat deyinən var da onu da apardı. Yəni istəyir məclisdə bütün işlərdən bir parça görsün ki, bütün salavatları neynəsin? Aparsın. Bu cılız məna. Yəni, Əmir əl-Möminin də bilir ki, tövbəkara Allah Taala nə verəcək? Özünü tövbəkar dəstəsinə salır. Tövbə eləyir, özünü salır ora.
ki, o məqama nail olsun və nə əldə eləyəcək ki, Allah Taala verir, onu da əldə eləsin. Burada əxlaq sözü, biz ilahi ədəbdə əxlaq sözünü danışmışıq orada. Burada bir başqa tərzin ərz edəcəyəm. Deməli, bu əxlaq sözündə 3 dənə hərf var. X hərfidir, lamdır, qafdır. İndi bu xolqdur yoxsa xəlqdir? Xolq və xəlq. Deyir ki, kök eynidir. Yəni, üstündəki zəmmə ilə fəthə fərqli olsa da xəlq, xolq. Amma kök eynidir də, hərflər eynidir. Niyə bu formada gəlib? İndi o lüğətçilərin işidir, onu istəmirəm deyəm. İndi biz burada İmam Səccad əleyhissalam ki, Allaha ərz edir ki, hədiyyə et mənə bütün növ əxlaqları, həm xəlqə aid olanları, həm xulqa aid olanları. Yəni, İmam Səccad iki tərəfli götürüb məsələni. Yəni, həm zahiri əzalarıma aid əxlaqı ki, zahirdə ədəb sayılır, onları da ver. Həm də xulqa aid ki, batini ədəbdir, onu da ver. Yəni, həm zahiri, həm batini, hər növ gözəlliklər ki var, Allaha deyir ki, ilahi, onların hamısını mənə ver. Çöldə heç nə qoymayıb İmam Səccad. Bir dənə də şey qıraqda qalmayıb. Əxlaq barəsində hansı nöqtələrdən danışsın, bu cümlənin içinə o daxil olur. Ona görə İmam Səccad burada bu cümləni işlədib Allaha. Ki, vəhəbli məaliyəl əxlaq. Xulqun və xəlqin, yəni zahiri və batini, hər nə var hamısın mənə əta elə. Bu, İslamda müstəhəbbat çoxdur, bəlkə vacibdən çox müstəhəbdir. Allah da niyə belə qərar verib? Müstəhəb nədir? Müstəhəb elə hubbu sözündəndir, məhəbbət sözündəndir. Yəni, o mənası budur ki, gözəlliyi tələb etmək müstəhəb. Hübbi, məhəbbəti cəlb eləmək. Tələb eləmək, yəni cəlb eləmək. Şəriətdə ki, müstəhəb sözü qoyulub bu əmələ, istəyirsən ki, Allah vacib eləməyib, axı, vacib eləməyib, etmə. Elədir? Amma sən niyə edirsən onu? Tələb eləyirsən məhəbbəti, yəni özvü cazibəyi qüvvəsinə atırsan ki, Allahın cazibəsi sənə də neynəsin? Sənə də aid olsun. Elə bir ki, nəuzubillah, əleyazıbillah, güclü bir maqnitdir Xudavənd-i Mütəalda. Sən də özvü dəmir eləyirsən ki, ya üstündə bir dəmir tutursan ki, sənə də neynəsin? Çəksin. Bu müstəhəbbi əməllər ki, etməsən cəza yoxdur, etsən savabı var. O əməllərdən biri də saçı darımaqdır. Saç saqqalı darımaq. Orada bütün bu əməllər, müstəhəbbi əməllər və onların hamısının duası var. Saçı darıyanda duası var. O duanı oxuyursan, saçı darıya-darıya, saqqalı darıya-darıya duanı oxuyursan, o saçı daramaq ki müstəhəbdir, onun duasının da bir hissə var. Deyir, Allahümmə hassin xulqi kəma əhsəntə xəlqi. İlahi, mənim əxlaqımı gözəlləşdir, necə ki, zahirimi gözəl qərar vermişsən. Yəni, içimlə çölümü bərabər elə. Görürsən, eyni elə şeyə aiddir. Bilməsən də bunu, bilərsən ki, insan güzgəyə baxır, saçın darıyır, saqqalın darıyır və bu duanı edə-edə.
ki, ilahi mənim xuluqumu, yəni əxlaqımı, yəni batinimi gözəlləşdir. Necə ki, çölümü, xəlqimi, yəni yaradılış tərəfimi gözəl qərar vermisən. Doğrudan da insan zahiri çox gözəldir. Gör, hər şey qaydasındadır. Bilmirəm, bir insan gözü ilə fəxr edirsə, niyə fəxr edirsən ki, hamısında göz var, özü də eyni yerdə. Bir adam qulağı ilə fəxr edir. Qulağınla nə fəxr edirsən? Mən daha yaxşı eşidənəm. Yox, qulağınla nə fəxr edirsən? Hamısının qulağı öz yerindədir. Birininki başqa yerdə, birininki başqa yerdə deyil ki, səndə yaxşı yerdədir və sən o ilə nə edirsən? Fəxr edirsən. Əzalar hamısı bir yerdədir. Niyə insan bu əzaları ilə fəxr edir insanların içində? Qəribədir. Yəni qəribə deyil, sizə də qəribə gəlir də. Xudavənd Mütəal insanın zahirini çox gözəl xəlq edib. Hətta bu cümləni belə bunun haqqında işlədirlər. Deyirlər ki, birdən Allah Teala bu materialdan, ki bizim materialımız var, bu materialdan bir də insan, belə deyək, məxluq istəsəydi xəlq etsin, elə bu olardı. Yəni, bundan yaxşı hala düşə bilmir bu material. Görünə qəşəng materialdır. Siz eləyə bilərsiniz, aş süzəndə, məsələn, su saxlayasınız. Bunu heç kəs eləyə bilməz. Çox qəribədir. İnsan bədəni, dərisi deşik-deşikdir. Amma bədəni də 60% su. Yəni, insan bir dənə bu dəridə oturub fikirləşsə, məhv olmalıdır, fənayı uğramalıdır, səcdədən qalxmamalıdır. Ancaq Allahı həmdə sənə etməlidir ki, ilahi, bu nə məsələdir? Bu nədir? Bütün tüklərin dibi deşik-deşikdir. Tər çıxır. Bəli, insan tərləyir. Beyin siqnal verir ki, çıxsın o. Amma 60% bədənin suyu aş süzən, amma suda dayanıb. Bunu kim eləyə bilər? Allahdan başqa bunu kim eləyə bilər? Hansı proses gedir o dərinin altında ki, o su çölə çıxmır? Dayanıb orada. Çox qəribədir. İlahi, doğrudan da cəlal və cəmalı şükür. Həmən o Quran ayəsi və Həzrət Rəsulullahın bə'sətinin nəticəsi, hədəfi ki, buyurur, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Biz Rəsulullah'da üsve-i həsənə qoymuşuq. Ona baxın. Hətta deyirlər ki, Rəsulullahın saç darağı ilə saqqal darağı fərqli idi. Müstəhəbdir ki, eyni daraqla ki, başını darayırsan, saqqalı daramayasan. Çox qəribədir. O, Seyyidul Arifin mərhum imam, Allah rəhmət eləsin. Onun bir, deyirlər, həkimi var idi. Həkim də müsəlman deyildi. Amma etibarlı həkim olduğuna görə ağanın həkimi idi. Bir məclis idi, İmam Hüseyin məclisi. Həkim də oradaymış. Sonra müsəlman olur. Həkim də oradaymış. İndi roza deyirlər, cəmaat ağlayır. Bu da müsəlman deyildi. Sadəcə olaraq oturub. Amma da xəstəsi, pasiyenti, imamdır. Ona baxır. Deyir, gördü ki, əlində bir dəsmal var. Tutub beləncəyinə ağlayır. Göz yaşını da silir. Deyir, həmən vaxt əlin saldı cibinə, başqa bir dəsmal çıxartıb burnunu sildi. Bir dənə oyuna müsəlman olmuşdu bu. Yəni, qatmadı da. Allah üçün ağladığı göz yaşına burun suyunu qatmadı. İnsan belədir. Doğrudan da bunlar böyüklər, üsve-i həsənədir. Ülqudurlar, bunlar nümunədirlər. Gərək insan bunlara baxa. O düzəlmək üçün, özünü düzəltmək üçün. İmam Sadiq əleyhissalamdan bir dənə də rivayət deyim, keçək. Ma yəqdimu əl-mu'minu aləllahi təala bi'əməlin bə'dəl fəraiz
Əhəbbu iləllahi təala min ən yəsə'ən nasə bi xulqihi. Çox gözəl bir rivayətdir. Ey kaş bir dəfə bir məclis olardı, dərs məclisi yox. Bu rivayəti haqqında tək danışılardı. Ki böyük bir mənası var. Zahir budur. Deyir, fəraiz yəni vacib namaz, vacib ibadət. Vacib ibadətləri çıxandan sonra, yəni vacib haqqında danışmır. İmam Sadiq Əleyhisselam ki, vacibi demirəm. Vacib yerində. Allaha ən xoş gedən əməl bir insanın insanlar arasında əxlaqının genişliyidir. Yəni ondan üstündə əməl yoxdur. Elə bir ki, vacibə ən yaxın əməl budur. İnsan içini gözəlləşdirər. İmam Səccad əleyhissalam da Allahdan bunu istəyir. Vahəbli məaliyəl əxlaq, hibə et mənə, hədiyyə et mənə əxlaqın bütün növlərini. Vəsimni minəl fəxr. Ardıcan İmam Səccad Allaha ərz edir ki, ilahi vəsimni minəl fəxr. Məni fəxrdən qoru. Bayaq danışırdım da afətindən. Birinci tərəf nədir? İlahi, ən gözəl əxlaq növlərinin hamısının külliyyatı mənə ver, hidayət, hədiyyə elə mənə. Vəsimni minəl fəxr. Fəxrdən məni qoru. Deməli, fəxr bunun afətidir. Əxlaqın, ümumi əxlaqın afəti fəxrdir. Ümumi əxlaqın. Yəni, əxlaqın bütün növlərini bir yerə yığsan, istəsən onu yandırasan, məhv edəsən, bir dənə sifət bəs eləyir, fəxr. Təsəvvür elə. Fəxr nədir? Fəxr bizim dildə desək ki, iftixar. Yox. İftixar qəbul olunur. Mən iftixar eləyirəm ki, məsələn, şiəyəm. Bu cümləni işlədə bilərəm. Amma desəm ki, fəxr eləyirəm şiəyəm, olmaz. Elə bir ki, sənin şiəlikin getdi sual altına. Yandırdın. Aydındır? Fəxr məstərdir, kökdür, məhvedəndir. Baxmayaraq ki, iftixarın kökü fəxrdir. Yəni, icazə vermirlər onu işlədəsən. Mən fəxr edirəm ki, müsəlmanam. Səni çəkərlər meydana. Bu iddiadır. Səni çəkərlər meydana, ədalətlə sənlə rəftar eləyərlər ki, görək, axırda müsəlman qalacaqsan, yoxsa yox. Orada vəziyyət çox çətindir. İddia eləyərsən ki, mən də filan yerdə mənəm, mən, həmən o məni çəkərlər meydana. İmam Hüseyin əleyhissalam ona görə meydana çəkdilər. Ki, hamısını demişdi ki, qəbul eləyirəm. Gəldi meydana, meydanda da əmələn ispat elədi ki, ilahi, mən demişdim belə və əmələn ispat elədim. Vücudi baxımından da ispat elədim və məlum oldu aləmə ki, bəli, bir insan var, iddia eləyə, gələ ortalığa və oradan da üzü ağ çıxa. Belə kim olar? Ancaq məsumlar çıxıblar. Bir də qeyri-məsumlardan olar ki, şibh-i məsumdular. Məsələn, Əbülfəzl əl-Əbbas, Həzrəti Zeynəb, salamullah aleyhim, yəni bunlar doğrudan da dedilər və çıxdılar. İmam Səccad əleyhissalam bu yerdə buyurur ki, ilahi məni elə et ki, vəsimni minəl fəxr. Vəsimni, yəni məni məsum qərar ver. Məsum qərar ver fəxrə nisbət. Çünki mən bilirəm ki, bir damcı fəxr olsa, əxlaqım aradan gedəcək. Yəni, əxlaq, xolq aradan gedəcək. Hədid surəsində Xudavənd Mütəal buyurur 23-cü ayədə Vallahu la yuhibbu kullə muxtalin fəxur. Allah Teala fəxr edəni sevməz. Amma Xudavənd Mütəal buyurur muxtalin fəxur. Muxtal yəni xəyalbaz. Niyə fəxr məhv edir yaxşılıqları? Çünki fəxrin mənbəyi xəyaldır. İnsan 4 mərhələ ki, dəfələrlə demişik sizə, hissidir, xəyaldır, vəhmidir, ağıldır.
İnsan fəxri xəyalla edər. Hissdən yuxarı, vəhimdən aşağı. Bir adam ki, xəyalbaz və fəxirbazdır, xəyaldan o yana keçə bilməz. Vəhmə çata bilməz ki, hələ ağla da neyniyə gedə. Deməli, fəxr edən insan ağıldan istifadə edə bilmir. O fəxr mövqeyində, fəxr zamanında o ağıldan istifadə edə bilmir. Çünki xəyalbazdır. Xudavənd Mütəal buyurur: "Vallahu la yuhibbu kulle muxtalin fəxur." Sonraki fəqərədə İmam Səccad əleyhissalam buyurur ki, demişdik o bəhslərin əvvəlində ki, İmam Səccad əleyhissalam hər abzasda salavat deyir Peyğəmbərə, Peyğəmbər və əhl-i beytinə dəfələrlə, hər fəqərədə salavat deyir. İmam Səccad əleyhissalam Allahdan hər cümlə istəyir salavat, dalıcan salavat. Bir cümləni deyir, dalıcan salavat. Bir cümləni deyir, dalıcan salavat. Yəni, qərq edib İmam Səccad əleyhissalam Məkarimul Əxlaq duasında bütün sözlərini salavata qərq eləyib ora. Və sözün həqiqi mənasında bizə dərs verir İmam Səccad ağa ki, əvvəla bütün duaların qəbul olma şansı salavatdadır. Allahın cazibə qüvvəsinə düşmək istəyirsənsə, üzr istəyirəm ki, bayaq dedim, dəmir geyinginlə ki, maqnit qüvvəsi səni də aparsın. Yəni, oraya girmək istəyirsənsə, gərək salavat deyəsən. Yəni, sən hər nə qədər salavat deyəcəksənsə, Allahın məhbubi olacaqsan, məhbubiyyət məqamına nail olacaqsan. Və orada nail oldun, Allahın o maqnit qüvvəsi, cazibə qüvvəsi səni götürəcək. Burada bir mətləb də var, bunu da deyim. İmam Səccad əleyhissalam Allaha ərz edir ki, ilahi, məaliyəl əxlağı ver mənə, hər növ əxlağı ver mənə. O asimni minəl fəxr, fəxirdən də məni uzaq et. İstəyir İmam Səccad ağa buyura ki, bu iki şey bir qazanda qaynamaz. O deyir, iki qoçun başı bir qazanda qaynamaz. Bu nədir bəqə? Yəni, olmayıb indiyəcən. Məsələn, yemək bişiriblər, kəlləpaça bişiriblər, 2 dənə qoçun kəlləsini qoyublar bir də qazanda, bişib axı. Yəni, bu niyə görə deyir, bu bişməz? Qoçun başı, yəni 2 kibrin başı, 2 istikbarın başı, bildiniz necə? Bir qazanda qaynamaz. Yəni, bunlar bir-birinin yanında olmaz. Bu misala nərz eləyirəm ki, götürürəm misalları aşağıya ki, o yuxarı məsələni başa düşək. İmam Səccad əleyhissalam buyurur bizə ki, əgər əxlaqın bütün hər növü gəldi, fəxr olmaz. Fəxr varsa bu yoxdur. Yəni, bunlar ikisi bir yerə cəm olmurlar. Maniyyətul xuluv var burada. Allahümmə salli alə Muhammedin və alih. Növbəti fəqərədə salavatın buyurur İmam Səccad. Dalıcan buyurur, tərfə'ni finnas dərəcətən illa və la tərfə'ni finnas dərəcətən illa hətətə